Bu gün Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 2025-ci il üzrə asan xidmət indeksinin nəticələri və asan müraciət informasiya sisteminin illik fəaliyyəti ictimaiyyətə təqdim olundu. Hesabatda dövlət xidmətlərinin keyfiyyətinin artırılması, şəffaflığın və əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlər diqqətə çatdırıldı və bildirildi ki, qiymətləndirmə prosesi yüzlərlə dövlət xidmətini əhatə etməklə idarəetmədə çevikliyin və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət göstərir. Eyni zamanda asan müraciət sistemi vasitəsilə vətəndaşların problemlərinin operativ və effektiv şəkildə həllinə şərait yaradıldığı da vurğulandı. Tədbirin sonunda isə fərqlənən qurumlar mükafatlandırıldılar. Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 2025-ci il üzrə asan xidmət indeksinin nəticələrinə və asan müraciət informasiya sisteminin fəaliyyətinə dair illik hesabat təqdim olundu. Tədbirin əvvəlində 511 dövlət xidməti üzrə qiymətləndirmənin nəticələri açıqlandı. Bildirildi ki, ötən il 37 mərkəzi icra hakimiyyəti orqanının 215, 85 yerli icra hakimiyyəti orqanının 253, eləcə də 15 hüquqi şəxs və digər büdcə təşkilatının 43 xidməti qiymətləndirildi. Onlardan 103-ü Naxçıvan Muxtar Respublikasının 26 dövlət orqanına aiddir. Qiymətləndirmənin əsas məqsədi dövlət xidmətləri üzrə məlumatların vahid sistemdə toplanması, təkrarlığın aradan qaldırılması, idarəetmədə çevikliyin və təhlil imkanlarının artırılmasıdır. Bilirsiniz, Cənab Prezidentin fərmanı ilə hər il dövlət xidmətləri asan indeks üzrə qiymətləndirilir və bugün biz 2025-ci il üçün bütün dövlət xidmətlərinin qiymətləndirilməsi ilə bağlı hesabata baxdıq, dinlədik. Asan indeks qiymətləndirilməsi bizə imkan verir ki, Azərbaycanda dövlət xidmətlərinin biznes prosesini daha da optimallaşdıraq, təkmilləşdirək və nəticədə onun rəqəmsallaşmasını asanlaşdıraq. Və bu ildə reytinqlər müəyyən olundu, hansı qurumlar daha operativ, daha bürokratiyadan kənar vətəndaşlarımıza xidmət göstərir və hansı çatışmazlıqlar var və o çatışmazlıqların aradan qaldırması üçün hansı işlər görülməlidir. Tədbirin ikinci hissəsi asan müraciət informasiya sistemi ilə bağlıdır. Asan müraciət vətəndaşlara imkan verir ki, rastlaşdıqları hər hansı bir infrastruktur yönümlü problemi şəklini və ya videosunu çəkib aidiyyatı dövlət orqanına göndərsinlər və nəticədə dövlət orqanları baş verən bir problemi daha tez, operativ müəyyən edib, müdaxilə edib o problemi aradan qaldıra bilirlər. Bütün bunlar həm vətəndaşlarımız üçün şəffaf, hamı üçün əlçatan xidmətlərin təşkil edilməsi, xidmətlərin rəqəmsallaşdırılması, o cümlədən problemlərin həllində vətəndaş iştirakçılığını təmin etmək üçündür və bütün bu görülən tədbirlər də Cənab Prezidentin müvafiq fərmanlarına əsasən həyata keçirilir. Asan xidmət indeksi dövlət xidmətlərinin keyfiyyətinin obyektiv qiymətləndirilməsinə imkan yaradır. Bu mexanizm vasitəsilə xidmətlər daha şəffaf, əlçatan və vətəndaş məmnunluğuna əsaslanan şəkildə təkmilləşdirilir. Asan müraciət informasiya sistemi isə ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ sürətdə aidiyyatı dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin sistem üzərindən izlənməsini təmin edir. Hazırda asan müraciət sistemi 99 qurumun iştirakı ilə fəaliyyət göstərir. Mobil tətbiqin istifadəçi sayı 80 mini keçib, ümumilikdə 17 mindən çox müraciət daxil olub. Qeyd edək ki, tədbirin sonunda mükafatlandırma mərasimi keçirildi və qalib qurumların rəhbərlərinin çıxışları dinlənildi. Zeynəb Müzəffərli, Eldəniz Əhmədov, Real.